Şaxta qız sizə bu yeni ildə nə gətirsin? Bəli, yenə də böyüməyən bacım bu gün də yenə hədiyyələrlə doludur. Aha. Qiyməti 30 manatdır. Dəyir yoxsa dəymir rubrikamızla qarşınızdayıq. Belə bir kuklamız var. İnşallah bu il hamının ili yaxşı keçər. Belə bir yolkamız var. Qəşəngdir. Və gəldik Əsas məsələyə. Mary Christmas. Belə bir Spiderman. Belə bir puzzle'ımız var. Və son arxasında da 3 dənədir. Belə. Həm rəngləmədir, həm puzzle'dır. Ha. Bəyəndim sonra. Belə bir Christmas. Həm burada 3 dənə pozanı və karandaş. Meyvə şirəsi. Belə bir yontan. Bilirdiniz ki, bacı qardaş alacağıq. 2 dənə qoymuşuz meyvə şirəsini. Yəni bir dənə yolkadan açmağı, şam ağacı. Yaxın, yol qoyuncaq. Qəşəngdir. Şirniyyat. Bacı qardaş olduğumuz üçün təbii ki də 2 dənə şirniyyat. Sonra yenə tutqu. Şokoladlar. Şokoladlar. Və sonda belə bir oyuncaq. oyuncaq. Aç görək nə çıxır. Bunu açarsa soruşuram, sizcə 31 manata dəyir, yoxsa dəymir? Düz bəlkə 31 manata daha yaxşı qablaşdırma yığa bilərsiniz, amma təkcə uşaqda babanın hal-hazırda qiyməti ilə 15 manatdan aşağı deyil. Məncə ki, alsaz uşaqlı böyüklər mi sevinər? Ən sevdiyim Lego çıxdı. Yeni il qatarı düzəldəcəyik. Marallarla bir yerdə. Qəşəng. Tamam, bu qatara minirik və yaxşı günlərə gedirik. Sağ